Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün Cənub mətbəxinin sevilən və çox ləzzətli yeməklərindən biri olan çölmə ləvənginin hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. Tavaya biraz kərə yağ əlavə edirəm. Yağ əridikdən sonra əvvəlcədən hissələrə bölüb, yuyub, duzlayıb istiyotladığım çolpanı tavada o yüz bu yüz qızardıram. Üç-dörd ədəd soğanın qabıqlarını soyub, təmiz yuduqdan sonra samanvari doğrayıram. İstəsəniz blenderdan da keçirə bilərsiniz. Doğradığım soğanları toyuğun üzərinə əlavə edib, birlikdə soğanlar qovrulub rəngi dəyişənə qədər ara bir qarışdıraraq qovururam. Soğanlar qovrulandan sonra bura blenderdan keçirdiyim 250 qram qozu və biraz da adi su əlavə edirəm. Əziz izləyicilərim, videonu izləyən zaman kanala abunə olub, bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Zəhmətə dəyər verən, dəstək olan bütün izləyicilərimə minnətdarlığımı bildirirəm. Məni hansı bölgələrdən izlədiyinizi şərhlərdə yazsanız çox şad olaram. Sonra üzərinə zövqə görə duz, istiyot, sarı kök, paprika, zəncəfil və bir dolu xörək qaşığı zoğal turşusu əlavə edirəm. Zoğal turşusu olmasa, yəni adi alça turşusundan da istifadə edə bilərsiniz. Ən sonda isə üzərinə yarım limonun suyunu sıxıb, qapağını örtüb vam odda bişməyə qoyuram. Pulov üçün qazmaq hazırlayıram. Bir yumurtanın üzərinə biraz duz, sarı kök və bir armud stəkan qatıq əlavə edib, qarışdırdıqdan sonra süzdüyüm düyüdən də biraz üzərinə əlavə edib, qarışdırıram. Pulovu dəmləyəcəyim qazana biraz kərə yağ əlavə edib, hazırladığım qazmağı qazanın dibinə yayıram. Adi qaydada bişirib süzdüyüm düyünü də bura əlavə edirəm. Üzərinə sarı kök səpib oyuqlar açıram və üzərinə kərə yağ əlavə edib 1 saatlıq dəmə qoyuram.
Artıq çölmə ləvəngim bişib hazır oldu. Hazırlayanlar bu yeməyin necə ləzzətli olduğunu bilir. Əgər hələ də bu yeməyi hazırlamamışsınızsa, mütləq hazırlayın, çünki çox ləzzətlidir. Allah hər kəsə bol-bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin. Kanalıma abunə olub bəyənməyi, paylaşmağı və şərhlərdə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.